Sualda öncə baxırıq ki, bir cisim 40 metr bölü saniyə sürətlə şaquli istiqamətdə yuxarıya doğru gedirsə, bu cismin 3 saniyə sonra sürəti nəyə bərabər olar? Son sürəti necə tapırdıq? V bərabər idi V0 çıxılsın JT. Şaquli yuxarıya atılmadan söhbət gedir. Burada V0-ın yerinə 40 yazsaq, buradan da JT 3 vurulsun 10-dan 30 yazsaq, həmin andakı sürət bərabər olmuş olar 10-a. Yəni, gəldi müəyyən bir yerə çatdısa, bunun sürəti bərabər oldu 10-a. Və hələ deyək ki, bu parçalanmayıb. Kütləsi də 3 kiloqramdırsa, MV-si 3 vurulsun 10-dan, yəni impulsu 30-a bərabərdir. Onda parçalanandan sonra qəlpələrin də ayrı-ayrılıqda impulsu 30 verməlidir bizə. İndi gəlin baxaq. Bu gəldi, parçalandı. Parçalandı, 2 hissəyə ayrıldı. Bu hissənin birinin kütləsi 2 kiloqramdır və sol tərəfə doğru gedir. Deməli, 20 vurulsun 2-dən impuls bərabər olmuş olur 40-a. Deməli, baxın, bunun impulsunun biri 40-dır və yekun impuls da 30-dursa, yuxarıya doğru 30-dur. Bayaq gördük ki, yuxarıya doğru gedir, şaquli yuxarı istiqamətdə 30-dursa, onda əvəzləyici üçüncü nəyə bərabər olar? Baxın, arada 90 dərəcə varsa, biri 40-dır, biri 30-dursa, onda üçüncü impulsu, yəni əvəzləyicini nə tapırıq? P bərabərdir 50. Pifaqorla da girib yoxlaya bilərsiniz. Onsuz da biz bilirik ki, 30 ilə 40 bizə 50-ni verir. Onda P bərabərdirsə 50-yə, o da bərabərdir MV-dən. M-in yerində, bu 3 kiloqramın parçalandı. İkisi bura getdi, yerdə nə qaldı? 1 qaldı. 1 yazırım. Bu da oldu son sürət. Onda 50-ni də 1-in onsuz da əhəmiyyəti yoxdur. Deməli, elə sürət özü 50-yə bərabər imiş.